Günəş Qoç bürcündə, Günəş ilə bağlı olaraq 21 martdan 19 aprelə qədər Qoç bürcündə olur. Qoç bürcü, zodiakın ilk bürcüdür və Qoç bürcü yerliləri etməyə qərar verdikləri hər şeyə ilk başlayan və ilk bitirən şəxslərdir. Qoç bürcü, aktiv, enerjili bir bürcüdür. Günəşi Qoç bürcündə olan şəxslər, birbaşa, açıq sözlü və mürəkkəb olmayan şəxslərdir. Başqalarından da eyni münasibəti gözləyirlər və hər zaman bunu əldə edə bilməyəndə təəccüblənirlər. Qoç bürcündə Günəş olan şəxslər təbii idmançılardır. Ən azından, təbii meyilləri, işləri həll etmək üçün bədənlərini istifadə etməkdir. Uzun, yorucu, emosional anlara qapılmazlar. Həmçinin əvvəlcədən plan qurmağa da həvəsli deyillər. Əvəzində həyatlarını sadə yaşayırlar. Hal-hazırda baş verən şey, Qoç üçün ən vacib şeydir. Səbirsizlik şübhəsiz ki bir qüsurdur və yenilikçilik böyük bir gücdür. Qoç yeni bir şeyə başlamanı sevir və yerində oturmaqda çətinlik çəkir. Nə edirlərsə etsinlər. Öncüdürlər və bu insanlarda açıq-aşkar görünən çox əsas bir cəsarət xüsusiyyəti var. Qoçlar adətən nə istədiklərini bilirlər və onu əldə etməyin ən sürətli yolunu da bilirlər. Zəruri olduqda qısa yollar istifadə edirlər. Lakin adətən hər şey açıq-aşkardır. Gizlicə davranmaq onların üslubu deyil. Bəzi Qoç insanları cəsurdur. Lakin daha sakit olanlar belə öz yollarında cəsur və hətta qorxmazdır. Müstəqillik onların doğuşdan haqqıdır. Heç bir şey onları yeni bir səhifədən, yeni bir günün vədindən və yepyeni bir başlanğıcdan daha çox hərəkətə gətirə bilməz. Qoç bürcü çətinlikləri sevir və Qoç Günəş bürcü insanları həyatları irəliyə doğru hərəkət etdikdə və aktiv olduqda ən xoşbəxt olurlar. Bütün Qoç Günəş insanlarında uşaqsayağı bir xüsusiyyət var və bu adətən olduqca cazibədardır. Ay Qoç bürcündə, ayın bu mövqeyi ilə heç nə yetərincə tez baş vermir. İstədiklərini əldə etməkdə daxili bir səbirsizlik var. Ay Qoçları üçün həyat bir sıra təcili vəziyyətdir. Anı yaşayırlar və bir şeylərin baş verməsini gözləməkdə çətinlik çəkirlər. Ani istəklər həyatlarında mütləq bir prioritet daşıyır. Bu, ay üçün atəşli bir mövqedir. Günəş və ya yüksələn bürc daha sakit xarakterli olsa belə, Qoç bürcündə ay insanları daxili ehtiras və odla doludur. Emosional məsələlər önəmlidir. Duyğularla baş etmə mövzusunda heç bir şəkildə zəif davranmaq söhbət mövzusu deyil. Yeni duyğular və ehtiyaclarla baş etmək, böyük bir fəaliyyət istəyi oyadır. Qoç bürcündə ay vaxt itirmədən ehtiyaclarını ödəmək istəyir. Uzunmüddətli düşünmək və ya bir şeylərin baş verməsini gözləmək onlar üçün çətindir. Ani məmnunluq hökm sürür. Qəribədir ki, bu ay üçün çox müdafiəçi bir mövqedir. Bu yerlilər hər şeyi çox şəxsi qəbul edirlər və problemlərlə dərhal üzləşərək onları aradan qaldırırlar, beləliklə digər işlərinə davam edə bilirlər. Alovlanmaları adətən başladıqları qədər tez sona çatar. Ay Qoçlarının aydın bir müstəqillik xətti var. Özlərini dünyaya açırlar və etdikləri hər şeydə iz buraxırlar. Özünə güvənləri əslində dəyişkəndir. Güclü bir şəxsiyyət sərgilənsə də, Qoç bürcündə ay insanları bir çox eniş-yoxuş yaşayar. Onların ruh halları xərçəng və ya balıq bürcünün ruh hallarına bənzəmir. Əhvalları pozulduqda içinə qapanmırlar və ya dünyadan qaçmırlar. Əvəzində əsəbi olurlar. Bəziləri deyə bilər ki, ayı Qoç bürcündə olan şəxslər əslində problem və üzləşmələrdən zövq alırlar. Həqiqətən də bu mövqe çox sakit mühitlərdə asanlıqla darıxır. Onların evləri, xüsusilə də uşaqlıq evləri, adətən döyüş meydanlarıdır. Onlar ailəni idarə edirlər və ya heç olmasa idarə etmək istəyirlər və birgə yaşamaq üçün ən rahat insanlar deyillər. Qoç bürcündə aya sahib olan kişilər və qadınlar tez-tez aşiq olmağa və digər qısa ömürlü, lakin intensiv istəklərə meyillidirlər. Ay Qoçları üçün ehtiyaclar və istəklər istənilən vaxt ayırd edilə bilməz. Onların zehnində istədikləri şey o qədər güclüdür ki, mütləq bir ehtiyac halına gəlir. Gənc yaşlarında kredit kartı ilə təhlükəli ola bilərlər. Kredit kartınızı bir su qabında dondurub, sonra kartı istifadə etməzdən əvvəl buzun əriyib əriyəcəyini gözləməyi tövsiyə edən şəxs, istəmədən də olsa Qoç bürcündə olanları nəzərdə tutub. Bütün fikir ondadır ki, kart istifadəyə hazır olanda, həmin anlıq alış istəyi keçib keçməyəcəyini görə biləsiniz. Yenə də bu ssenaridə Qoç bürcündə ay olan şəxsin buzu qırdığını görsəm təəccüblənmərəm. Yəni Qoç ilk növbədə bu məsləhəti həqiqətən dinləsə, digərləri ayı Qoç bürcündə olan şəxslərin nadir hallarda küsülü və ya uzun sürən manipulyasiya oyunları oynadığını təqdir edəcəklər. Hər hansı bir anda nə istədiklərini demək olar ki, dərhal bilə bilərsiniz. Adətən öz emosional ehtiyacları tərəfindən idarə olunurlar və bu təcili vəziyyətlərdə başqalarının ehtiyaclarına hər zaman bu qədər maraqlı olmurlar. Nə isə bir şəkildə ətraflarında onların problemlərini həll etməyə çalışan insanlar olur. Ay Qoçlarının ətrafında istədiklərini əldə etdiklərində belə uşaqsayağı bir günahsızlıq havası var. Bu doğrudan da valehedici ola bilər. Qoç bürcündəki Merkuri ilə ünsiyyət quran insanlar tez qərar verirlər,
O qədər tez ki, bəzən heç düşünməyi sevmədiklərini düşünə bilərsiniz. Əslində isə Qoç bürcündəki ünsiyyətçilər düşünmək üçün kifayət qədər səbirli deyillər. Qərarları adətən ani məmnunluq ehtiyacından qaynaqlanır. Qoç bürcündəki Merkuri kişiləri və qadınları adətən ünsiyyətdə sürətli və qısa olurlar. Onlar birbaşa və səmimidirlər və bəziləri onların üslubunu zaman-zaman kobud da saya bilər. Bəzən açıq-aşkar aqressiv görünə bilərlər, lakin bu adətən onların fikirlərinə qarşı çıxıldıqda baş verir. Bu, çox vaxt məyusluğun nəticəsidir, çünki Qoç bürcündəki Merkuri demək olar ki, uşaqcasına şəkildə başqalarının onların fikirlərini problemsiz qəbul edəcəyini güman edir. Qoç bürcündə bir həssaslıq və müdafiəçilik var və Merkuri bu bürcdə yerləşdikdə, yerlilər öz fikirlərinə olduqca şəxsi şəkildə bağlanmağa meyillidirlər. Bu insanlar axıcı öyrənməyə meyillidirlər. Təfərrüatlarda ilişib qalmağı sevməzlər və əlaqəsiz olduğunu düşündükləri detalları görməməzliyə vurmaqda ustadırlar. Qoç bürcündə ünsiyyət quran insanlarda müəyyən bir saf cazibə var. Bir çox insan bu bürcün faydacı yanaşmasını təqdir edəcək. Günəş bürcü daha dolayı olan balıq olsa belə, sizinlə birbaşa ünsiyyət quracaqlarına güvənə bilərsiniz. Bu Merkuri mövqeyi yeni şeylərə başlamağı dəstəkləyir. Qoç, köhnəlmiş fikirlərə bağlı deyil və adətən həvəsli bir üslub qəbul edir. Tənqid və ya mənfi rəy şəxsi şəkildə qəbul edilə bilər. Buna baxmayaraq, zehni səviyyədə bir mübahisədən və ya çağırışdan qorxmazlar. Bəzən idealist tərəfə meyilli olan vizyoner, bir zəkaya sahibdilər. Merkurinin bu mövqeyi ilə yeni layihə və fikirlərə bənzərsiz bir həvəslə girişilər. Lakin həyatda yeni ideyaların əskikliyi olmadığından, Qoç bürcündəki Merkuri yerliləri daha təravətli və daha həyəcanlı bir şey üçün zehni məşğuliyyəti, düşüncə tərzini və ya baxışını sürətlə dəyişə bilərlər. Qoç bürcündəki Merkuri olan insanlar adətən yeni ideyalarını təqdim etməkdə mükəmməldirlər. Hər hansı bir şey haqqında həyəcanlandıqda, onların ünsiyyət tərzi o qədər motivasiya edici və əyləncəli ola bilər ki, coşquları açıq-aşkar yoluxucudur. Qoç liderdir, yeni və yenilikçi metodları mənimsəməkdə sürətlidir, həm də rəhbərlik etməkdən zövq alır. Əgər Günəş bürcü balıq və ya buğadadırsa, bu insanlar bəzən başqalarının niyə onlardan yorulduğunu anlaya bilməzlər. Əslində isə olduğundan daha sərt və səbirsiz görünə bilərlər. Qoç bürcündəki Merkuri yerliləri tez qərar verirlər və başqaları problemləri görməzliyə vurduqda və ya qərarsız qaldıqda bunu hər zaman anlaya bilmirlər. Qoç bürcündəki Venera insanları açıq sözlü, birbaşa və hətta cəsarətli şəkildə flört edirlər. Nə qədər təşəbbüskar və müstəqil olduqlarını ifadə edərək sizi qazanmağa çalışırlar. Sevgilərini ifadə etmə tərzləri həddindən artıq mən mərkəzli ola bilər. Amma onlar üçün doğru insan bu yanaşmanı cəlbedici tapacaq. İnsanlar uşaq təbiətli və səbirsiz olsalar belə, Qoç bürcündəki Veneranın saf cazibə aurisindən təsirlənirlər. Qoç bürcündəki Venera kişiləri və qadınları aşqda uşaq təbiətli, əyləncəyi sevən bir yanaşma nümayiş etdirirlər. Enerji və fəaliyyət onları tətikləyir. Hətta darıxdırıcı və çox yetkin sayılan bir əlaqə, belirsizlik və dolaylı ünsiyyətlərlə qiymətləndirilir. Aşqda, Qoç bürcündəki Venera insanları ümidsizcə fəth etməyə asılıdırlar. Bir əlaqənin onlar üçün taze və yeni qalması üçün çoxlu stimullara ehtiyacları var. Qoç bürcündəki Veneranı məmnun etmək, onların hərəkət etmə ehtiyacını qidalandırmağı tələb edir. Onlara qarşı birbaşa, açıq və dürüst olun. Əyləncənin ruhunda olmadıqca, oyun oynamağı və ya səmimi olmayan cavablar verməyi çox sevməzlər. Spontanlıq ehtiyaclarını dəstəkləyin və onların zarafatlarını qiymətləndirin. Əlaqənin gənc və taze qalması istəklərini anlayın. Qoç aşqda liderliyi əlində tutmağı sevir. Günəş bürcü olan balıq olsa belə, ən azı, çox vaxt onlara buna icazə verin. Onların bir çox kaprizlərinə göz yuman və sizinlə rəqabət etdikdə belə, rəqabətdən G3C aldıqlarını anlayın. Qoç bürcündəki Marsın çox dürtüsel bir mövqeyidir. Marsın Qoç bürcündə olanlar üçün ilk içgüdüsü hərəkətə keçməkdir. Tez alovlanmalar Marsın Qoç bürcündəki xarakterini təyin edir. Lakin onların qəzəbləri adətən çox uzun sürmür. Əslində bu insanlar çox vaxt keçmişdə yaşamazlar və kin saxlanmağa və ya qırğınlıq hiss etməyə meyilli deyillər. Ümumiyyətlə qəzəbləri tez gəlir və problemlərdəki qəzəblə dərhal məşğul olurlar. Belə bir karakterdə iltihaba çox yer yoxdur. Mars Qoç bürcündə olduqda insanlar içgüdülərini dinləyirlər, adətən işləri həll edirlər və tez və adətən məqbul qərarlar alırlar. Növbəti addımda nə edəcəklərini düşünərkən təbii olaraq gül və ya başqalarının baxışlarını qiymətləndirmək üçün dayanmazlar. Əslində düşünmək bu yerlilər üçün ildırım sürətindədir, buna görə də onlara şuurlu demək olmaz. Spontanlıq onların varlığının bir hissəsidir. Sadəlik, hərəkətin saflığı və yenilik də elədir.
Qoç bürcündəki Mars yerliləri adətən qalanlarımızdan bir addım öndədir. Çox proqnozlaşdırıla bilən həyat onları narahat edir. Qoç bürcündəki Mars insanları yeni başlanğıclardan xoşlanırlar. Yeni ideyalar, öncül hərəkətlər və yeni layihələr onları ən çox sevindirən şeylərdir. Adətən çətinliklərdən xoşlanırlar. Bu yerlilərlə münasibətlər həyəcan verici ola bilər. Amma onlarla başa çıxmaq çətin ola bilər. Dürtüsel hərəkətlərə meyillidirlər və işləri sona çatdırmaqları ilə tanınırlar. Fiziki enerjiləri möhtəşəm olsa da, başlanğıcda olan həyəcanlarını tez itirə bilərlər. Qoç bürcündəki Mars yerliləri, başqalarının dolaylığından asanlıqla narahat olurlar. Başqalarının hər şeyi birbaşa deməsini gözləyirlər. Lafı dolandırmazlar. Qarışıq planlara və ya hərəkət etmədə yavaş olduqlarını düşündükləri insanlara qarşı asanlıqla səbirsiz olurlar. Bu Mars mövqeyinə sahib olan əksər insanlarda uşaq təbiətli bir xüsusiyyət var. Bəzən açıq-aşkar kobud və səbirsiz olurlar. Lakin Qoç bürcündəki Mars yerliləri ilə adətən nə istəyəcəklərini bilirsiniz. Mars xəritədə təsirə məruz qalmasa, gizli gündəmləri olmadığına da əmin ola bilərsiniz. Qoç yüksələnləri olan insanlar birbaşa və sürətlidirlər. İlk içgüdüləri düşünməkdən çox hərəkət etməkdir. Əvvəlcədən planlaşdırma. Unutun, Qoç yüksələnləri çox çətinlik çəkmədən irəliləyirlər. Bu mövqe bir insanı aqressiv etməz. Açıq sözlü, bəli, amma aqressivlik bu yerlilər üçün çox güclü bir sözdür. Gənc, birbaşa bir üslubları var, nə istədiklərini görürlər və adətən ona doğru gedirlər. Eyni zamanda, niyyətlərində heç bir pis niyyət yoxdur. Yüksələn Qoç bürcü insanlarının bəziləri rəqabətçidir, amma ümumiyyətlə təzyiqin çoxunu özlərinə yükləyirlər. Bu insanlar etdikləri hər şeydə öndə olmaq istəyirlər. Sürətli hazırlanırlar, sürətli gedirlər və oyalanmaya çox dözməzlər. Qəzəbləri də sürətlidir. Həmçinin, tez itirlər. Nadir hallarda Qoç bürcü yüksələn insanların kin saxladıqlarını görərsiniz. Davranışları olduqca sadə və açıqdır. Yüksələn Qoç bürcü aksiyon sevəndir və tez-tez bir fəaliyyətə başlamağa çalışır. Onların gücü təşəbbüskar yolda yatır. Başladıqları işləri bitirmək hər zaman asan olmur, əlbəttə, idarəedici Mars, Buğa və ya Əqrəb kimi daha inadkar bir bürcdə yerləşmədikcə. Qoç yüksələnləri adətən başlarını bir qədər irəli əyərək olduqca sürətli bir şəkildə gedirlər. Bu yürüyüş təəccüblü dərəcədə seçiləndir. Baş ağrıları, sinus və göz problemləri bu mövqenin adi fiziki şikayətləridir. Bəzən üz və çiyinlərdə qızarıqlıqlar və sivilkələr görünür. Geniş çiyinlər və incə çanaqlar yaygındır. Ümumiyyətlə, Qoç yüksələnləri tez-tez gülümsəyir və həyatları boyu gənc bir cazibədarlığa sahib olurlar. Yəqin ki, həyatlarının erkən dövrlərində Qoç bürcü yüksələnlər müstəqil uşaq olaraq formalaşıblar. Yetişkin olaraq, Qoç bürcü yüksələnlər adətən həyatlarında bu rola sadiq qalırlar. İnsanlar onlara kömək etmək üçün qaçmazlar, öz başlarına bir şeylər etməkdən olduqca məmnun görünürlər. Bu insanlar özləri ilə kifayətlənməyi öyrənmişlər və bu, adətən erkən təcrübələrindən qaynaqlanır. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.